Bugün biz Təhsil İnkişaf Fondu, Qarabağ Desayış Fondu və Qarabağ Universitetinin birgə Təhsil və İnkişaf Forumunun iştirakçılarının toplantısını gördük və burada Qarabağ Universiteti tələbələri üçün təqaüdün təsis olunması və özəl sektorun bu təqaüdləri dəstəkləməsinin şahidi olduq. Bildiyiniz kimi biz burada təhsil və tərəfdaşlıq forumu üçün toplaşmışıq. Elə bu tədbirin adının özü hər şeyi izah edir. Qarabağın dirçəlişi, Qarabağın bərpa olunması bizim xalqımızın, dövlətimizin qarşısında duran mühüm bir missiyadır. Bu missiyanın öhdəsindən uğurla gəlmək üçün biz həqiqətən də həmrəy olmalıyıq. Tərəfdaşlıq da məhz həmrəylik deməkdir. Bugün doğma Qarabağda təhsil və tərəfdaşlıq forumunda iştirak etmək hamımız üçün xüsusi bir qürur və sevincdir. Biz də Kapital Bank olaraq hər zaman təhsili və Qarabağ bölgəsinin inkişafına yönəlmiş bütün təşəbbüsləri ürəkdən dəstəkləyirik. Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi başda olmaqla tədbirin təşkilində əməyə keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Birlikdə atdığımız hər addım Qarabağın sabahına dəyərli bir töhfədir.